Salam ərvatın xeyir olsun əziz şahidlərimiz. 6-cı siniflər üçün hazırlanmış test toplusundan monitoring 2 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir ki, Zeynəbin 24, Aygünün 32 qələmi var. Zeynəbin qələmlərinin Aygünün qələmlərinin sayına olan nisbəti neçədir? Deməli, biz 24'ü bölürük 32'ye. Hər birini 8'e ixtisar aparsaq, deməli, surətdə 3, məxrəcdə 4 alınır. B variantı. Avtomobil 160 km məsafəni 5 saata getdi deyir. Yolun zamana olan nisbəti neçədir? 160'ın 5'e olan nisbəti cavab 32. A variantı. Rəylənmiş kvadratların sayının A kvadratların sayına nisbətini tapın. Rəylənmiş kvadratların sahəsi deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 rəylənmiş. Rəylənməmiş 1, 2, 3, 4, 5, 6, 7, 8'e olan nisbətini tapırıq. Hər ikisini 4'e bölsək, surətdə 3, məxrəcdə 2 alınır. D variantı. 7 dəftərə 2 manat 80 qəpik pul verilmişdir. Bir dəftər neçəyədir? 2 manat 80 qəpik 280 qəpikdir. 280 qəpiyi 7 dəftərə bölsək, bir dəftərə düşən məbləği təyin etmiş oluruq. Bu da bizə 40 qəpiyi verir. C variantı. Deməli, verilmiş ifadələr olarsa x bölü y-in qiymətini tapın deyir. Tənasübdir. Çarpaz vuraraq x-in qiymətini tapırıq. 4x bərabər 36, x-in qiyməti 9. Növbəti ikinci tənasübdən 4y bərabər olacaq. 5'i 24'e vuranda 120. 120'ni 4'e bölsək 30. X-in qiyməti 9, y-in qiyməti 30. 3'e ixtisar aparsaq, cavab 10'da 3 alınır. A variantı. Kvadratın tərəfini 5 dəfə artırsaq, sahəsi necə dəyişər? 25 dəfə artar, çünki sahə düsturu A kvadrat ilə hesablanır. 3 və 5 ilə düz mütənasib olan 2 ədədin fərqi 32'dir. Bu ədədlərin cəmini soruşur. 3 və 5 ilə düz mütənasib olduğu halda biz 3x, 5x yaza bilərik. Bunların fərqi bizə deyir 32'yə bərabərdir. Fərqini tapsaq 2x 32 olur. X-in qiyməti 16 olur. X-in qiyməti 16 olduğu halda birinci ədəd 3 vur 12. Daha doğrusu 3 vur 16, 48. İkinci ədəd 5 vur 16, 80. Cəmini tapsaq, cavab 128. B variantı. Deyir ki, ifadələr düz mütənasibdir. A-nın qiyməti 5, B-nin qiyməti 3'dür. A 9 olanda B neçə olacaq? Deməli, düz mütənasibsə bunların nisbətləri eyni olmalıdır. Deməli, edəcəyimiz nə olur? A-nın yerinə 5 yazsaq, 5 üstə 3 gəlir, 8 2'yə bölsək 4. Deməli, A-nın qiyməti 5 olduqda bizə verilən birinci ifadənin cavabı 4 olur. Növbəti, B-nin qiyməti 3 olduqda 3'dən 1 çıxırıq, cavab 2 edir. Bunların nisbətləri bizə 2 verir. Deməli, ikinci ifadələrdə də cavab 2 olmalıdır. A-nın yenə 9 yazsaq, 9'un üstünə 3 gəlirik, alınır 12, 2'yə bölsək 6. 6'nı B minus 1'ə böləndə cavabımız 2 olmalıdır. Buradan B minus 1'in qiyməti 3 olur, B-nin də qiyməti 4 olur. M plus 2, M plus 1 tərs mütənasib. Demək ki, bunların hasilləri bərabər olacaq. M-ə 3 versək, N-ə 5 versək, 3 üstə gəlir 2, 5 vurulsun. 5 üstə gəlir 1, 6'ya bərabər olacaq. M 1 olanda, yəni 3 vurulsun M plus 1'ə. Buradan M plus 1'dən N'in qiymətini tapmaq lazımdır. 6'nı 3'ə bölsək 2 eləyir, 5, 2'nin 10. M plus 1 10 olanda N'in qiyməti 9 olur. Növbəti. K mütənasiblik əmsalı verilən ifadələrdən deyir, hansı doğrudur? Diqqət edirik nəyə? A ilə C düz mütənasibdir. A ilə C düz mütənasib. Buradan A-nın qiymətini tapsam, K vurulsun C bərabər A olacaq. Daha doğrusu B olacaq. B olacaq. Buradan A ilə C düz mütənasibdir. Doğrudur. Deməli, birinci ifadəmiz doğrudur. İkinci, A ilə B tərs mütənasibdir. A, B-nin A-nı B-dən asılı göstərəndə B məxrəcdədir. A ilə B tərs mütənasibdir. Bu doğru olur. B ilə C düz mütənasibdir. Buradan B-nin qiymətini tapmaq istəsək, K vurulsun C bölünsün A olacaq. B ilə də C düz mütənasibdir. Bu da doğrudur. D variantı. Pambıq sahəsi planında tərəfləri 24, 15 olan düzbucaqlı şəkildə təsvir olunmuşdur. Sahənin həqiqi uzunluğu 600 metr olarsa, onun sahəsini tapın. Həqiqi uzunluğu 600 metr olarsa, deməli 24 600
24 olaraq 24-ü 600-ə bölsək miqyası tapmış olarıq. Hər birini 24-ə ixtisar aparsaq 1 bölünsün 25-də. Deməli biz uzunluğu 600 olduğu halda enini tapmaq istəsək, eni bizə verəcək 25 vurulsun 15. 25-i də 15-ə vurduqda cavabımız olur 375. Sahəni tapanda isə eni 600 metr, daha doğrusu uzunluğu 600 metr, eni isə 375, hesablayırıq 225.000 kvadrat metr olur. Diqqət edə bir şey, burada metri santimetrə çevirmək lazımdır. 2 dənə 0 əlavə yazmaq lazım idi. 2 dənə 0 əlavə yazanda deməli 25 2 dənə 0 olur burada. Sonra 2500-ü 15-ə vuranda bizə verəcək. Deməli 2 dənə 0 əlavə olacaq. Bu santimetrli olub. Bunu metrə çevirəndə 2 dənə 0-ları silirik. Olur metr. Yenidən eyni cavab alınır və 375-i 600-ə vurub cavabı 225.000 tapmış oluruq. Planda əkin sahəsinin ölçüləri 5-36 olan düzbucağı şəklindədir. Miqyas 1/200 olan planda əkin sahəsinin həqiqi ölçüsünü tapın deyir. Deməli, bizə verilən düzbucağı formasında olan eni 5 cm olduğunda 200-ə vururuq. 5-i 200-ə vuranda eləyir 1000. 1000 cm metrə çevirəndə 10 metr olur. Sonra 36-nı 200-ə vururuq, olur 7200. 7200-ü bölürük 100-ə, eləyir 72 metr. C variantı. Landa Olimpiyadasında 80 şahid iştirak etmişdir. Birinci sinif şahidlərinin sayını tapın deyir. Deməli 20%, 15%, 40% cəmini tapsa 75%. Deməli burada 25% olur. 25% də 100%-in 4də 1 hissəsidir. 80-in 4də 1 hissəsini tapanda cavab 20 edəcək. A variantı. Aşağıdakılardan hansı yanlışdır? Yanlış olanı axtarırıqsa, deməli 5də 3-ü faizə çevirəndə 100-ə vururuq, eləyir 60%. Bu doğrudur. 25-də 8 məxrəci 100 olarsa sürət 32 olacaq. Bu 32% doğrudur. 4də 1 məxrəci 100 olanda sürəti 25 olur. Cavab 25% olmalıydı, amma 20% verib. Bu da yanlışdır. A ədədinin 30%-i B ədədinin 40%-nə bərabərsə, deməli A-nı 30-a vurub 100-ə bölsəm, cavab B-ni 40-a vurub 100-ə böldükdə alınan eyni qiymət olur. 100-ləri ixtisar aparırıq, 0-ları ixtisar aparırıq. Deməli 3A bərabər olacaq 4B-yə. 3A 4B-yə bərabər olur. B ədədi A-nın neçə faizidir? B ədədi A-nın neçə faiz olduğunu tapmaq üçün B-ni A-ya bölüb 100-ə vurmalıyam. Buradan A-nın qiymətini biz deməli A-nın qiymətini 4x şəklində göstərə bilərik. 4x. B-nin qiymətini isə 3x göstərə bilərik. Və bir-birinə bölsək, A-nın yerinə 4x, B-nin yerinə 3x yazsaq olacaq. Deməli 4də 3 vurulsun 100%. Bu da eləcək 75%. Ədədin 5 dəfə artması neçə faiz artması deməkdir? 5-dən 1 çıxıb 100-ə vururuq. Cavabımız 400%. 1200 manata alınan mal 20% qazanca neçə manata satılar? 1200 manatın üzərinə 1200-ün 20%-nə gəlir. Buradan 2 dənə 0 çıxsaq, 12-ni 20-yə vursaq 240. Sonra toplasaq 1440 manat. D variantı. Köynəyin satışından neçə faiz qazanc əldə edilmişdir? Köynəyin satışında maya dəyəri 40 manatdır, satış qiyməti 52 manatdır, arasındakı fərq 13 manatdır. Qazancın qiymətini hesablayanda 13-ü 40-a bölürük, maya dəyərinə vururuq 100-ə. Deməli, sıfırları atsaq, köynəyin satışından neçə faiz qazanc əldə edilmişdir? Köynəyin satışında tam qiymət hesablasaq alınmır. Deməli, 10-u 13-ə vururuq 130. Hesablayaq, 130-u 4-ə bölsək, cavab olacaq 27,5. 27,5%.
65% həm onluq kəsir, həm də adi kəsirlə ifadə edilir. Onluq kəsirlə ifadə edəndə 0-dan %65 olur. Adi kəsirlə ifadə edəndə %65, sonra %65-i 5-ə ixtisar aparsaq 20-də 13 olacaq. Cavabımız B variantı. Ədədin 75%-i onun 4də 3 hissəsidir. 40 kvadrat metr döşəməyə 6 kiloqram boya işlənirsə, 20 kvadrat metr döşəməyə nə qədər boya işlənir? 40-a 6 yazırıq, 20-yə x yazırıq və çarpaz vurub həll edirik, çünki düz mütənasib ifadələrdir. X-in qiymətini tapanda 20-ni 6-ya vurub, 120 40-a bölünür, cavab 3 edir. Kimya kitablarının sayının 24 olduğunu bilərək diaqrama əsasən cəmi neçə kitab var? Kimya, deməli, 70% riyaziyyatdır. Bizə verib 20% ayrı bir kitab, yerdə qalır 10%, 10%-i 24 isə 10%-i 24 olan 10-da 1-i 24, yəni onu 24-ə vuruq, 240 ümumi kitab var. Müəyyən müddətdə 4 fəhlə 60 detal hazırladı. 4 fəhlə 60 detal hazırladı. Həmin vaxtda 120 detal hazırlamaq üçün neçə fəhlə lazımdır? Burada eyni vaxt olduğuna görə, deməli, məhsul miqdarı artanda işçilərin sayı da artmalıdır. Baxaq. 4 fəhlə 60 detal hazırladı. 120 detalı hazırlamaq üçün neçə fəhlə lazımdır? Deməli, düz mütənasib olur. Çünki 4 fəhlə 60 detalsa, 120 detala fəhlələrin də sayı artmalıdır. Düz mütənasib şəkildə çarpaz vurub tapırıq. X-in qiymətini tapanda 120-ni 4-ə vurub, deməli, 60-a bölürük, cavab 8 edir. 50%li 40 litr duz məhlulu ilə 40%li 60 litr duz məhlulu qarışdırdığı neçə faizli məhlul alınır? Bunun həlli qaydasını belə yazaq. Deməli, olur 50%li 40 litr məhlul, 40%li 60 litr məhlul. Bunları qarışdıranda olur 100 litr, amma faizi məlum deyil. Edəcəyimiz nədir? Deməli, 100x bərabər olacaq 50 vur 40, yəni 2000 plus 40-ı vururuq 60-a eləyir 2400. Bunları toplasa 100x bərabər olacaq 4400-ə. X-in qiymətini tapanda cavab 44 edəcək. Cavabımız 44%. Növbəti. Bizə deyir ki, modelə əsasən sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır? 60 ədədini 4 dənə 25 ayırıb, yəni 4 yerə ayırıq. 4 yerə ayıranda 60-ı 4-ə bölürük, edir 15. Sonra, yəni hər 25 faizlər 15-i bildirir. Bizə 3 dənə 25 faizi göstərir, yəni 3-ü də vururuq 15-ə. Cavabımız olur 45. Doğru cavab 45.